və təbii ki, qısa müddət ərzində bu mövzuları çatdırmaq lazımdır və mövzuları təkrar etməzdən də ən əsas məsələ çoxlu test işləməkdir və siz çoxlu test işləmək istəyirsinizsə, bizim sınaq və sürət qrupumuza qoşula bilərsiniz. Salam hər kəsə. İkinci şans imtahanına az bir müddət qalıb və abituriyentlərimiz nəyi, hardan, necə təkrar edəcəyini bilmirlər. Təbii ki, siz əgər 30-a namzədsinizsə, hər tərəfli təkrarləməlisiniz, amma yüksək nəticə göstərmək istəyirsinizsə, bəzi mövzular var ki, onlara xüsusi diqqət yetirmək lazımdır. Onlar bu və ya digər şəkildə imtahanlarda istifadə edilir və bəzilər birinci şansda, bəzi mövzular isə ikinci şansda istifadə edilir. Aydın məsələdir ki, səyyahlarla bağlı mövzuları təkrar etməyə ehtiyac yoxdur. Oradan əsasən sual düşmür, bu vaxta qədər düşməyib, düşməsi də gözlənilmir. Sonra coğrafi tədqiqat metodları da bura aiddir. Miqyas mövzusu aydın məsələdir ki, coğrafiyanın başlanğıcıdır. Sadə bir məsələdir, amma onunla bağlı düşə bilər. Sonra təkrar edərkən mütləq şəkildə miqyası əsas, yəni sadə məsələlərini yox, təkrar edəndə xüsusi miqyasın tapılması, təhrifin tapılması məsələsinə diqqət yetirin. Sonra horizontallar məsələsinə diqqət edin, planda relyefin təsviri. Horizontallar məsələsi sadə formada da düşə bilər, sadə sual şəklində, kəsmə yüksəklik falan verilər. Məntəqələr arasındakı hündürlük fərqini soruşa bilər və yaxud da ki, bu atmosfer məsələləri ilə inteqrasiya oluna bilər və yaxud da çay məsələsi ilə inteqrasiya oluna bilər. Coğrafi koordinatların tapılması düşmə ehtimalı çoxdur. O məsələlər də yəqin ki, coğrafiyanın ilkin bazasıdır deyə bunlar hər kəs bilir. Amma sonraki mövzularda mütləq şəkildə kartoqrafik proyeksiyaları təkrar edin. Kartoqrafik proyeksiyalardan düşə bilər. Kartoqrafik proyeksiyalarda nəyə diqqət yetirmək lazımdır? Hansı proyeksiyalarda hansı ərazilərin təhrifi daha az olur və proyeksiyalara aid olan xüsusiyyətləri təkrar etməlisiniz. Litosferə gəlincə, litosferdə mütləq geoxronoloji cədvələ baxın, hansı eralar hansı dövrlərə bölünür və hansı eralarda hansı proseslər, hansı dağ əmələ gəlmə mərhələləri baş vermişdir. Və dağ əmələ gəlmə mərhələlərini təkrar edin, hansı dağlar, hansı dağ əmələ gəlmə mərhələsində yaranmışdır. Sonra litosfer tavalarının hərəkəti nəticəsində ayrılma və toqquşma sərhədləri və bu sərhədlərdə nələr yaranır? Divergent sərhəd nədir və bu sərhədlərdə nələr yaranır? Konvergent sərhəd nədir? Subduksiya nədir və bu sərhəddə nələr yaranır? Hansı adalar, hansı novlar, hansı çökəkliklər yaranmışdır? Bunlara diqqət yetirmək lazımdır. Sonra Horst və Graben məsələlərini təkrar edin. Horst nədir? Graben nədir? Sonra dağları yaşına görə qruplaşdırın. Qırşıq, qırşıq, faili, faili dağlar. Hansı dağlar bura aiddir və hansı xüsusiyyətlərə malikdir? Onları yadda saxlayın. Sonra şərti işarələr, faydalı qazıntıların şərti işarələr. Bu həm Azərbaycan, həm də dünya üçün keçərlidir. Faydalı qazıntılardan mütləq sual düşür. Əksərən şərti işarələrdən düşür, bəzən isə şərti işarələrdən yox, ümumiyyətlə düşür. Sonra yadda saxlayan faydalı qazıntıların növləri hansı tükənəndir, hansı tükənməyəndir, tükənib bərpa olunanlar hansıdır, tükənib bərpa olunmayanlar hansıdır. Sonra hansı ölkələr faydalı qazıntı idxal edir, hansı ixrac edir, hansı növ faydalı qazıntılar. Məsələn, Braziliya əslində inkişaf etmiş ölkələr idxal edir, inkişaf etmiş ölkələr idxal edir, inkişaf etməkdə olan ölkələr ixrac edir. Amma burada istisnalar var, o istisnalara diqqət yetirin. Kanada, Avstraliya və CAR inkişaf etmiş ölkə olsa da bunlar xam mal ixrac edəndir. Sonra daş kömürü ABŞ ixrac edir, yəni satır. Braziliya daş kömürü idxal edir. Belə məsələlərə diqqət yetirin. Sonra yer səthinin relyef formalarını bölün. Endogen relyef formaları, eksogen relyef formaları və bu relyef formalarının ən çox müşahidə edildiyi ərazilər hansı ərazilərdir? Onlara diqqət yetirin. Aşınmanın növlərinə baxarsınız mütləq şəkildə. Sonra Azərbaycanın mütləq şəkildə relyefindən sual olacaq. Ərazilər üzrə öyrənin, dağların mütləq hündürlüyünə diqqət yetirin. Hamısına yox, əsas dərslikdə verilənlər kifayətdir. Sonra diqqət yetirin Azərbaycanın geoloji quruluşuna, Azərbaycanın faydalı qazıntılarına, yataqlarına və istifadə sahəsinə diqqət yetirin. Sonra atmosfer mövzusu gəlir, atmosferlə bağlı məsələlər düşə bilər. Sonra iqlim qurşağına mütləq suallar düşür. İqlim diaqramlarına fikir verin və iqlim qurşaqlarına fikir verin ki, hansı iqlim, hansı ərazi üçün xarakterikdir, hansı ölkələr üçün hansı. Mütləq şəkildə işıqlanma qurşaqlarına diqqət yetirin. İşıqlanma qurşağı da, məsələn, bölün, tropik işıqlanma qurşağında hansı coğrafi obyektlər var. Sonra mülayim işıqlanma qurşağında hansı, qütbdə hansı işıqlanma qurşağında hansı obyektlər var və iki işıqlanma qurşağında yerləşən coğrafi obyektləri də özünüz üçün əzbərləyin.
Sonra hidrosfer ilə bağlı mütləq sual düşür. Hidrosfer ilə bağlı çaylar, göllər təkrar edin. Sonra dənizləri təkrar edin. Dənizlər daxili, adalararası, kənar və sair növlərinə görə fərqləndirir. Sonra təbii zonalara diqqət yetirin. Təbii zonalardan da hər il sual düşür. Yəni həm Azərbaycanın iqlim diaqramını təkrar edin, yadda saxlayın. Həm Azərbaycanın təbii zonasını, həm də dünyanın təbii zonası. Sonra ölkələrlə bağlı mütləq bir sual düşür. Ölkələrlə bağlı məsələlərə diqqət yetirin. İdarəetmə formasına görə ölkələr respublika, monarxiya, sonra inzibati ərazi quruluşuna görə federativ, sonra unitar dövlətlər. Sonra diqqət yetirərsiniz əsas dünya əhalisinə, əhali məsələlərinə baxın, bir də əhali artımına baxın, təbii artımın tipləri, demoqrafik keçidin mərhələləri və dil ailələrinə mütləq diqqət yetirərsiniz. Sonra diqqət yetirin dünya sənayesi və eti. Eti ilə bağlı, etinin tərkib hissəsi nədir, etin əlaməti nədir, eti hansı ölkələrdə daha çox tətbiq edilir? Bu suallara cavab verin. Sonra dünya nəqliyyatı ilə bağlı, dünyanın kənd təsərrüfatı ilə bağlı, hər ikisi ilə bağlı mütləq sual düşür. Bu iki mövzular çox vacib mövzudur. Azərbaycanın iqtisadiyyatı, Azərbaycanın kənd təsərrüfatı, nəqliyyatı mövzusuna bağlı sual düşür. Azərbaycanın iqtisadi rayonları və fiziki rayonları mütləq sual düşür. Onlara diqqət yetirin. Ümumiyyətlə Azərbaycanın fiziki coğrafiyasında, yəni aid olan hər şey fiziki coğrafi rayonlaşmada təkrar olunur. Elə fiziki coğrafi rayonlaşma üzrə təkrar eləsəz daha yaxşı olar. Elə iqtisadi məsələlərdə iqtisadi rayonlar üzərində təkrar eləsəz daha yaxşı olar. Türk dünyası ilə bağlı mütləq sual olacaq. Sonra şərti yanacaq vahidi məsələlərinə diqqət yetirmək lazımdır. Şərti yanacaq vahidi məsələləri də birinci şansda istifadə olunmadı. Ola bilsin ikinci şansda istifadə edilsin.